Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Aparıcı Zaur canlı yayım zamanı Günaya səslənərək onu çağırıb. Ay bala düş gəl də yemək qalmadı deyə Zaur Günaya müraciət edib. Onun bu müraciəti canlı yayım izləyicilərinin diqqətini çəkib. Həmin görüntüləri təqdim edirik. Yaxşı qalıb burada. Borcum nədir? Nəyə borcum var ki sənin orası? Ay Günay gəl də daha. Acından ölərsəm saat. Bəs siz niyə getmisiniz? Müalicəyə, mədə bağırsaqla bağlı. Yox, Polşada deyiləm, Sloveniyada. Nuş olsun, çox sağ olun. Salam Zaur mənim deyən. Mən gəzməyi sevirəm. Mənim uşaqlıq arzum həmişə olub gəzmək və mən dünyanın demək olar ki, 60-dan çox ölkəsində olmuşam. Bəlkə də 100-ə yaxın ölkəsində olmuşam. Çox ölkələrdə olmuşam. Və gəzmək mənim bir hobbimdir, sevirəm, xoşlayıram. Ən sevdiyim yerlərə ikinci dəfə təkrar gedirəm. Və yaxud da ki, elə ölkələr olur ki, oraya ikinci dəfə getmirəmsə, deməli sevməmişəm. Artıq mənə maraqlı deyil. Düz 2005-ci ildən, 2004-cü ildən ta bugünə qədər 22 ildir ki, dünyanın bəlkə bir 100-ə yaxın ölkəsində olmuşam. Hələ mən şəhərləri saymıram da, 100-ə yaxın ölkəsində. Bunun nə əlaqəsi var o cümlələrlə? Mən deyirəm, televiziya ilə getmişəm, şirkətlər göndərib, turagentstvalar göndərib, indi də turagentstvalar göndərib, öz hesabımıza da getdiklərimiz var. Açıq bufetdə, hə. Haranı sevmədim. Sevmədim deyəndə darıxdırıcı gəlir mənə. Getmərəm ikinci dəfə. Məsələn, belə könül qırmaq istəmirəm, amma ki, elə yerlər var ki, getmirəm də. Gəzib sevdiyim ölkələrdən biri, məsələn, Sloveniya. Çox sevirəm buranı. Avropada ən sevdiyim ölkələrdən biri Sloveniyadır. Çox sevirəm. Məsələn, bura 4-cü dəfədir gəlirəm. Amerikada olmuşam belə. Hə, Çexiya da gözəldir. Yəni bunlar bir-birlərinə yaxındır da. Bilirsiniz də Çexiya, Sloveniya ilə arasında çox az bir məsafə var, çox az bir məsafə var demək olar ki. Elə dilləri də təxminən bir-birlərinə çox bənzəyir. Köhnə həm qiymət, həm gəzmək baxımından. Məsələn, belə olanda, məsələn, Vyetnamdır, başqa belə ölkələr var ki, o ölkələr biraz ucuz gəlir, başa gəlir. Çox sağ olun. Sizin də ailələriniz Allah qorusun. Sağ olun. Necəsiz? Allah qorusun. Çox sağ olun. O vaxtı səhər ölkələr gəzintisi izləyirdik. Hə, Fort Bayard vaxtı ilə əla idi, düzdür. Mən Bakını gəzmək istəyirəm, çox istəyirəm, amma mümkün olmur. Niyə? Niyə mümkün olmur? Nə nif nalədir belə. Mən bütün dünyanı sevirəm. Karlovar da qəşəngdir, amma suyu Raqaşkaya çatmaz. Xoş gördük hər biriniz. Bir dənə video paylaşmışam. Ay Allah, nə bilsəm. Ey. Ты супер. Ника, спасибо вам большое. Огромный həyəcan keçirdiniz Fort Bayardda. Fort Bayardda mən oynamırdım. Mən 2 dəfə orada olmuşam və ikisində də aparıcı kimi getmişəm. İştirakçı kimi yox, aparıcı kimi. Mətanət Əlverdiyeva ilə. Və hər ikisində də böyük zövq almışam. Yəni çox maraqlı idi.
Videomu kim izlədi? Dişləriniz neyə elə görsən, elə bir protezdir. Protez də deyil. Altı özümündür, üstü başqasınınkidir. Altda nə varsa hamısı mənimkidir. Üstdə nə varsa mənim deyil. Günaya baxdıq, əla ideya verdi. Sən Allah eləməyin, gedərsiz, boğularsız, eləyərsiniz, sən Həzrət Abbas elə şey eləməyin. Günayın da ağlına hərdən elə şeylər gəlir. Az da düş gəldi, nə oturub telvizyonda, ay bana düş gəl, tutar deyimə, tostoranlar yedi. Az bütçə ilə hara gedək? Məsələn, nə qədər bütçə ilə? Vallahi mən sizə bir şey deyim. Biz bir dəfə Günayla təxminən 3-4 il bundan qabaq idi, yoxsa 5 il bundan qabaq idi. Rixos Şərmal Şeyxə Günayla aldıq bileti falan, biraz qiymət yüksək oldu. Artıq 3-4 min dollar idi, yoxsa 3 min dollar idi, nə qədərsə belə, 4-5 il bundan qabaq. Biz oraya gelib çatanda bir də gördük ki, Rixos şey elədi, nədir, endirim elədi. 800 dollara, bizim 3000 dollar aldığımızı 800 dollara. Təsəvvür edirsiniz, o fürsəti qaçırtmaq lazım deyil. Məsələn, elə məqamlar, elə fürsətlər var ki, düş gəl, Günay, düş, qəşəng şeylər var, düş gəl. Düş ürəyim, düş sənsiz boğazından keçmir, başına dönüm az, düş gəl günə. Düş gəl qadınlarım az, düş gəl. Başlamısınız. Necəsiz? Siz elə bir işini yemirsiniz. Həmişə belə ağrıq qalır. Siz necə qalırsınız? Nə gün arvadı çox dırdır eləyir. Görsün, ətəş kökələm, Günay dırdır eləmir. Yuxu dərmanı içib yatıram. Kaş belə səviyyəli canlılar çox olur. Hələ mən çox yer gedib göstərə bilmirəm. Sizə internetim tutmur. Şeyi götürmədim də, nömrə götürmədim. Nömrə götürmədiyimə görə biz elə Günayla düşəndə dedik bir dənə nömrə alaq. Sonra nəsə yaddan çıxdı. Nömrə götürsəydim şu buraların hamısını canlı açıb sizə göstərəcəydim. Heyf. Axşamınız xeyir olsun, salam. Gələn dəfə, hə, Günay, düş gəl də, Günay. Cəmaat hamısı burada baxır, deyir ki, sən niyə təksən? Tək qanadlı quş kimi oturmuşam, ha, Günay, gəl də, aşkım. Seni üzlüyorum. Seni bekliyorum, seni üzlüyorum. Hadi dur. Qəşəng, qızıl balıq var burada. Bunu həpişdirəcəklər. Bundan qalmayacaqdı. Ay bala tez gəl. Ey. Mərhum. Yaxşı yeməklərin gedirsən ki, qabı tez qutarır. Tez boşalır da afris və gətirib qoymurlar təzdən. O yaxşı yemək olur, yaxşı yeməkdən ikinci dəfə gətirmirlər. Qutardı. Aleyküm selam. Baxdan götürüm gəlirsən. O bundan yığım qoyum bura. Gedirəm götürməyə, siz də məni izləyin. Hamısını götürdüm. Ne balık vardı ama.
Bilirsən, batdı. Bayaq dirəşib mənim qol çəkdirdilər, kağız vardı onu. Çəkmədim. Bir dənə şirniyyat var, o da gedib onu götürməyəm, o da tez qutaracaq. Ay Allah, qutarım. Gördün mü? Yox, qalıb bir dənəsi. Bir dənəsi qalıb. Deyirəm, yaxşı şey tez qutarır, tez gəlmək lazımdır yemək. Uzaq, gəldən ki, işlə qalmıyor. Bunu deyirəm, böyle yaxşı şey, tez qutarır. Hey, hello. Извините, пожалуйста. Это закончилось, можно еще одну? Конечно, принесу. Пожалуйста. Milyon get götür. O qəşəngdir, bundan xoşum gəldi. İndi yeyib qutarıblar. Eklerdə qəşəng pişirirlər. Qutaran kimi özü dinlənməyən olmayanda gətirmirlər belə. Gəl ki, deyəsən ki, bundan verin. Ağlamayana pəpə yoxdur ki. Məmə deyirlər, pəpə deyirlər, məmə deyirlər. Sup da vardı, suplar xoşuma gəlmir. Bir dənə boranın supları var, onu o qədər xoşlayıram, qəşəng olur. Can, zarıqdıq səndən ötürü, Can. Rus dilində danışılır, hər niyə danışılır? Gətirib qoyacaq onu. Böyle şey arvattı ki, gedir, biraz da fırlanır ki, bəlkə yadından çıxar. Onun bilgini tutmuşlar, 2015-dən gəlib gedirəm mən bura. Mən niyə gül atıram, atom